İlk təlim məktəbası necə keçdi? Deyərdim ki, hər şey qaydasında futbolçular demək olar ki, tam heyətlə təlim məşq toplanışına çıxış etdilər və həvəsli idilər və məşqçinin verdiyi tapşırıqla maksimum dərəcədə çalışırlar ki, başa düşsünlər və məşqləri də yaxşı keçirsinlər. Ümumilikdə götürəndə inanıram ki, təlim məşq toplanışı faydalı oldu. Gələcəkdə təlim məşq toplanışı daha da olacaq və bir ildən çox vaxtımız var ki, yaxşı məşq edib, yaxşı nəticə əldə etmək üçün. Komanda yenidir. Futbolçuların səviyyəsindən razısınız? Yəni, komanda yenidir, çalışmaq lazımdır. Yenə deyirəm ki, razı olmağıma əlbəttə ki, zamana ehtiyacımız var və məncə də baş məşqçi də bunu öz müsahibələrində dedi ki, biz komandanı ən azından yaxşı komanda və mübarizəli komanda yaratmaq istəyirik. Ümidvaram ki, həm baş məşqçi dediyi olacaq, həm də futbolçular bunu dərk edib, maksimum professionallıq göstərib, öz karyeralarını daha da yüksəklərə aparacaqlar. Əminliklə demək olar, gələn dünya çempionatı, Özbəkistanın bir yerdə keçdiyimiz dünya çempionatında rəqabətdə davamlı komandamız olacaq. Məncə ilk və məqsədimiz bu olacaq və bunu yenə də baş məşqçimiz bunu öz müsahibəsində demişdi ki, biz ən azından orada iştirak etdiyimizi yox, amma ora layiq olduğumuzu və bizim azərkeşlərimiz, bizim futbol sevənlər bunu görəcəklər. Və ümidvaram ki, bu da elə də olacaq. Yenə deyirəm ki, çox çalışmalıyıq və uşaqların potensialı hər zaman demişəm var. Sadəcə olaraq onlardan da çox şanslı olacaq ki, biz necə çıxış edəcəyik. Sizin üçün də, sizin məşqçi karyeranızda bu trampolin rolu oynaya bilər? Hər birimiz üçün bu uğur ya da bu milli bir nəfərin deyil, bu Azərbaycan millisidir və trampolinə məncə heç kim mənim üçün önəmi bizim milli komandamızın yaxşı çıxışıdır. Ona görə də trampolindən fikirləşməyi indi yenə deyirəm ki, düşünmürəm, düşünmək də istəmirəm. Sadəcə o fikrim, əsasım, məqsədim də ondan ibarətdir ki, baş məşqçiyə kömək etmək və futbolçuların daha da yüksəklərdə olması üçün əlimizdən gələni etmək. Təşəkkür edirəm. Buyurun.